Və belə bir hakimiyyəti uzun illər təbliğatla bizə stabillik gətirən, təhlükəsizlik gətirən sistem kimi təqdim eləyiblər. Güya Heydər Əliyev oğlu olmasaydı, Azərbaycan dağılacaq idi, gedəcəkdi. Halbuki bu hakimiyyətin dövründə Azərbaycanın paytaxtında ən ağır teraktlar, faciələr, fəlakətlər baş verib. Təkcə metroda olmayıb ki bu. Orduda biz ən böyük itkiləri, keçən dəfə bura qoşulan dostlardan biri Ceyhun bəy də xatırlatdı ki, Heydər Əliyevin dövründə ən böyük itkini orada vermişik. Ən böyük torpağı da, torpaq itkisində, ərazi itkisində Əliyevin zamanında olub. Heydər Əliyevin zamanında. Təkcə Murov əməliyyatında, uğursuz Murov əməliyyatında 1994-cü ilin fevralında bir batalyon, bir brigadanı biz itirmişik. 2000 mi, 3000 mi rəqəmlər dəqiq deyil. İnsan həlak oldu. Sadəcə bu metronun ildönümü olduğuna görə istədim, xatırladım. Hamımız bilək, yad eləyək və o beyni zombiləşmiş insanlara da xatırladaq ki, bizə təqdim edilən dırnaqarası sabitlik, təhlükəsizlik Azərbaycan xalqına necə baha qiymətə əmələ gəlib. Ginnesin rekordlar kitabına düşüb bu faciə insan miqdarına görə. İndi bir anlıq Azərbaycanda necə bir yaramaz ictimai, siyasi, dövlət idarə etməsi olduğunu təsəvvür eləmək üçün düşünün ki, cəbhəçilərin vaxtında metroda bu miqdarda yox, bunun 1/10 həcmində bir fəlakət baş verərdi. İraq olsun. Düşünün ki, Əbülfəz Elçibəyin vaxtında metroda belə bir hadisə baş vermişdi və 10 nəfər, 15 nəfər həyatını itirmişdi. Bilirsiniz, nə zurnalar salırdı bunlar, bu yaramazlar, yapçıların trolları və elə tərəfdarları.